Kasıbları yoxdur, saqqız çeynəmək qadağandır, vətəndaşlara pul paylanılır, cənnət kimi Sinqapur. Sinqapur dünyanın ən kiçik 20 ölkəsindən biridir. Ölkə Sinqapurla bağlı maraqlı faktları təqdim edir. Sinqapur sözü sanskrit dilindən tərcümədə şir şəhəri deməkdir. Bu ölkədə İngilis, Çin, Tamil və Malay dili rəsmi dil statusu daşıyır. Adam başına düşən illik gəlir 2024-cü ilin statistikasına görə təxminən $91.000, orta maaş isə $5.000-dır. Dünya miqyasında adam başına düşən ən yüksək gəlirin olduğu ölkələrdən biridir. Yerə zibil atanlar 2000, eyni hal təkrarlandıqda isə 10.000 Sinqapur dolları məbləğində cərimələnir və ictimai işlərə cəlb edilir. Bu ölkədə işsizlik yoxdur. Yoxsulluq sıfır səviyyəsindədir. Çünki dövlət rəsmi olaraq yoxsulluq həddi təyin etməyib. Realda yoxsul vətəndaşlar var, lakin dövlət onlara ev, maddi yardım verir, təhsil, səhiyyə və nəqliyyatda çoxlu güzəştlər edir. Buna görə də küçələrdə evsiz insanlar və dilənçilərə rast gəlmək demək olar ki, mümkün deyil. Sinqapurda saqqız çiynəmək, satmaq və idxal etmək, əksər qapalı və açıq ictimai yerlərdə siqaret çəkmək qadağandır. Bundan əlavə, gürültülü səsli avtomobil siqnallarından istifadəyə, o cümlədən ictimai yerlərdə uca səslə danışmağa və qışqırmağa icazə verilmir. Hətta qeybət etmək də qadağandır. Belə ki, siz hansısa həmkarınızın qeybətini etsəniz, qanunla o sizi məhkəməyə verə bilər. Vətəndaşların və Sinqapur daimi sakinlərinin Sinqapurda və xaricdə narkotik istifadə etməsi cinayətdir. Buna yol verənlər 1 ildən 10 ilədək həbs edilə və ya 20.000 Sinqapur dolları məbləğində cərimələnə bilər. Zorlama, adam öldürmə, narkotik ticarəti, çirkli pulların yuyulmasına yol verən şəxslər edam edilir. Burada korrupsiyalarına çox az rast gəlinir. Dünyanın ən təhlükəsiz 5 ölkəsindən biridir. Dövlətin büdcəsi çox olduqda vətəndaşlara alış-veriş çeki verir, tibbi yardım göstərir və ya pul paylayır. Sinqapur dünyada pasportu ən güclü olan ölkədir. Bu pasportla 195 ölkəyə vizasız səyahət etmək mümkündür. Dünyadakı ən böyük ikinci ticarət limanı, eləcə də ən işlək hava limanlarından birinə sahibdir. Sinqapurdakı binalar 280 metrdən yüksək ola bilməz. Bununla belə istisnalar mövcuddur. Qadağanın səbəbi isə Sinqapurdakı binaların aviabazaya yaxın olması ilə bağlıdır.